Seyranın vəziyyəti necədir? Seyran vəziyyəti qəlizdir dayı. Amma niyəsə mən o uşağa inanıram ki, bilsən indi səbəbləri daha böyükdür. Sağalmaq üçün, həyata qayıtmaq üçün. Sənə nə olub? Niyə qanın qaradı? Hə, yox. Biraz narahatam. Nədən? O Zöhrab məsələsinə görə. Dayı ən azından indi sakitçilikdir də. Ən azından bu adam indi heç nə eləmir. Hə, Rutuna qabağı sakitlik. Mən hər zaman ondan zərbə gözləyirəm. Amma bilmirəm hardan vuracaq. Dayı, sən müdrik adamsan. Sən nəsə narahatsansa, mən inanıram ki, doğrudan narahat olunması nəsə var. Amma dediyim kimi, indi sakitçilikdir. İndi oturub belə fikirləşməkdənsə, deyirəm, bəlkə bu Sultanla Ülkərin məsələsini, bu xeyir işi, bu sakitçilikdən istifadə eləyək. Ya? Düz deyirsən. Sakitlikdən istifadə eləmək lazımdır. Bu xeyir işi yola vermək lazımdır. İnşallah. Sonrası da Allah kərimdir. Amma Sultanı da mütləq xəbər eləmək lazımdır. Deyəcəm, özüm deyəcəm, narahat olma. Xəbər? Necəsən? Çox sağ ol, yaxşı olasan. Səndən bir şey soruşmaq istəyirdim. Bu tikinti sektorunda bir nəfər Zöhrab adında adam tanırsan. Zöhrab? Hə, tanıyıram. Nə olub ki? Bayaq onunla görüşmüşəm. Daha doğrusu görüşə məcbur eləyiblər. Yaxşısan, bir şey olmayıb ki. Hə, narahat olma. Haradasan, yerini de, mən gəlim. Gəldim.